Bax, görürsüz? Bax, bura o keçmiş Sovetskiyin ərazisində. Yəni, bu trotuarı əməlli başlı zəbt ediblər. Bir yandan moyka, bir yandan vulkanizasiya. Və biz bu dağa məcburuq ki, belə trasla getməyə də, yəni adamlar. Bax, görürsüz? Fikir verin. Yaxşı fikir verin. Bax, elə qudurublar ki, hətta trotuarda elə birbaşa maşın yığırlar. Nə istəyirsə eləyirlər. Bax, belə. Bəziləri indi deyəcək ki, əşi çörək pulu qazanırlar da, nə olar? Yox, hələ deyil. Bakı, kolxoz deyil, başa düşürsünüz. Bakı hələ, bax, belə bugünə düşdü. Yəni, bax, bu cürünə qarış-qarış Bakını satdılar. Başa düşürsünüz? Əvvəlcə ayaq qoydular, sonra əl qoydular, sonra başladılar o ayaqla əlin qıraqlarını belə zəbt eləyə getməyə. Sonunda da götürdülər Bakının mərkəzi küçələrini bu cürünə kolxoz bir vəziyyətə çöndərdilər. Başa düşürsünüz? Yəni belə olmamalıdır. Yəni Bakıda səliqə səxman olmalıdır. Bakı ömür boyu həmişə nümunəvi bir şəhər olub. Bu cürünə bir şeylər Bakının adını batırır. Bakının vidini batırır. Özü mən 100% bilirəm ki, onu eləyənlər, yəni Bakı əhli deyil. Bakı əhli ömründə hələ şey eləməz. Bakı əhli heç vaxt heç kimin yolunu tutmaz. Başa düşürsünüz? Əsasən də piyadənin yolunu. Bunu heç vaxt eləməzlər. Məsələ bundadır ki, kimlər bax bunu görür və buna göz yumur ki, trotuarı döndəriblər əməlli başlı moykaya. Bax, kimlərdir bunlar ki, hansı ki, bax bu cür məsələlərə icazə verirlər. Görmürlər, kordular indi. Bəzi qurumlar keçəndə ki, düz trotuarın üstündə az qalıb kamaz yusunlar. Harada görünür belə bir şey? Qəlbdən qəlbə köhnə Sovetskidə.